olsun Azərbaycan. Salam olsun Türkiyəmiz. O bütün Türk dünyasına belə xitab edirdi. Türk dünyasını belə salamlayırdı. Çünki Qənirə Paşayevanın içinə, ürəyinə sığmayan böyük Turan sevgisi vardı. O Türkiyə aşığı idi. Türkiyəni Azərbaycanı qədər sevirdi. Azərbaycanın Qarabağını isə canından da çox sevirdi. Azərbaycanın haqq səsini təkcə Türk dünyasından deyil, BMT tribunalarından da dünyaya çatdırmaq üçün bir deputat, bir millət vəkili, bir Azərbaycan vətəndaşı kimi əlindən gələn edirdi. Azərbaycanlılara aid camilər və kültür abidələri dağıtılmışdır. Aynı zamanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında da Azərbaycanlılara aid camilər və kültür abidələri tamamilə dağıtılmışdır. Mənim ölkəm Avropa Parlamenti qanunlarına əməl edən, ona hörmətlə yanaşan bir ölkədir deyərək erməni təmsilçilərinin qaldırdığı iddiaları susturmağı həyəcan dolu, ötkəm və qərarlı bir tonla bacarırdı. Erməni deputatlarla çıxdığı debatlarda belə dünyaya haqlı tərəf olduğumuzu fakt və sübutlarla göstərən Qənirə Paşayeva onların əsl sifətlərini ifşa etməkdən də çəkinmirdi. Verdiyi suallarla, onlara verdiyi cavablarla. Hıncak taşnak üstüne asala onu kim? Onlar duydum, evet. Terör örgütü değil mi? Dünya duydum. terör örgütü. Kim Onlar tanıdı duydum, onu da evet. duymadınız mı? Böyle yaptılar. Onları duydum, evet. Dışarıdan paralar toplayarak getirip insanları katletme için yaptınız bunları. Dünyaya sözdə erməni soyqırımını bağıranların səsini batırmaq üçün təkcə Azərbaycan gəncliyinə deyil, bəzən isə bütün Türk dünyasına səslənirdi zaman-zaman. Bəlkə bugünəcən düşmənin təbliğat maşınının daha güclü olmasına səbəb elə özümüzük deyirdi. Biz də gittiğimiz her yerde birlik olup bu konulara karşı beraber mücadele etseydik bu kadar başarılı olmazdılar. Bəzənsə hər şeydən yorulanda duyğuları ilə baş-başa qələmə sarılırdı. Sözlər ilmə sapa düzülürdü, qafiyələşir, misralara dönürdü. Hiç de olsa fark ettim. En büyük aşk o senmişsin. Derk ettim. Aç kapını bu kuluna ya Rabbim. Bu isə Qənirə Paşayevanın siyasətdən, tutduğu mövqedən, gördüyü işlərdən fərqli tərəfinin səsi idi. Özü ilə tək qalanda yazdığı, şeirləşdirdiyi mübhəm duyğuları idi. Tanrıya üz tutan, Allaha tapınan, onu hər şeydən çox sevən, mərhəmət, sevgi dolu Qənirə Paşayevanın içinin səsi idi bəlkə də. Ben varlıkken bir hiçliğe çevrildim. Ben aşk adlı tek hiceye çevrildim. Beni atıp sana doğru çevrildim. Aç kapını bu kuluna ya Rabbim. 48 illik ömrünə nəhəngliyi sığdıra bildi Qənirə xanım. O hamıdan daha çox dərdlərlə, problemlərlə yükləndi. Nəvazişlə toxunduğu insanların ömürlərini öz ömrünə qatdı. Ona kömək üçün uzanan əlləri boş qoymayan, hamıya köməyə, yardıma qaçan, xalqın içindən seçilib sonuna dək də xalqın içində olan Qənirə xanım. Ben ana olmadım ana, amma səni az da olsa anlaya bilirəm. Arxamdan vuran dostları, qəlbimi verdiyim sevgilinin ögey baxışlarını görəndə anladım ana, sən söykənə biləcəyim tək varlıqsan. Mən ana ola bilmədim, deyir Qənirə xanım. Amma əslində ən gözəl anaydı. Səngərdə əskərləri qucaqlayanda, anaları ilə birlikdə şəhid tabutlarının qarşısında hönkürəndə hamıdan çox anaydı. Qadın idi Qənirə Paşayeva. Həmçinin Allahına və dövlətinə güvənən bu güclü siyasətçi müzəffər ordumuzun Qarabağın hər qarışını belə tezliklə azad edəcəyinə əminliklə güvənir və inanırdı. 44 günlük müharibədən əvvəl də inandı və qazandığımız böyük zəfərdən sonra da inandı. Bu günlərdə həyata keçirilən antiterror tədbirlərindən sonra ağbayraq qaldırmanın sevincini yaşayarkən isə onun bir zamanlar Türkiyə televiziyasında qatıldığı bir proqramda xalqımızın humanistliyini erməni deputata necə anlatdığını da xatırlayır. Bugün coğrafiyamızda baş verənləri də görürük. Artık ne Sovyet var size yardım edecek, bizi baskıda saklayacak ne falan. Bitti o dönem. Zaten Sovyet gittikten sonra geri geliyor Ermenistan. Azerbaycan bütün yaralarına rağmen kalkıyor. Çıkmazsınız, çok az kaldı. Sizi çıkarırız. Ne kadar kaldı? Öyle çıkarırız ki, Ne kadar kaldı? Ona göre. Çok az kaldı. Ben Ermenistan'a döneyim mi, dönmeyeyim mi? İsa İncil'de evet. Size öldürün öğretmedi değil mi? Evet. Öldürün demedi. Bize dedi ki bir yanağına vurduğunuz zaman siz öldürün mü öğretti? Benim bildiğim kadar İncil size öldürün öğretmedi. Öldürün, çocukları, günah. yaşlı insanları, kadınları ama siz onu yapanların hepsine burada hak kazandırdınız. İyi oldu. Sizleri öğrendiler mi öyle öldürün diye öğrendiler? Bizim dinimiz ne dediğini siz bizden iyi biliyorsunuz. Evet. Bizim dinimiz öldürün deseydi zaten sizi çoktan bitirmiştik bu coğrafyada.
Nə çox sevəni varmış. Onu əziz tutan, dəyər verən bütün Türk dünyası bu gün gözü yaşlıdır. Səmimiyyəti, mehribanlığı ilə bahəm vətənpərvər, qeyrətli qızını, ötkəm söz sahibini, kəsərli qələm əlini itirdiyi üçün. Allah rəhmət eləsin.